Salam hörmətli izləyicilər, xoş gördük sizləri RTV kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir, belə deyərdim, sos hazırlayacağıq. Kabab üçün bir sos. Deməli, əziz izləyicilər, bunun üçün bizə nələr lazım olacaqdır? Belə tomat pastasıdır, yəni mağazinlərdə satılan, sarımsaq 6-7 diş, biber, nanə, su, duz və istiot zövqə görə. İndi başlayırıq bunları hazırlamağa. Deməli, əziz izləyicilər, blenderimizin içinə sarımsaqları əlavə edirik. Biberimizi əlavə edirik. Ondan sonra nanə yarpaqlarını əlavə edirik. Bax belə. Nanə, duzumuzu əlavə edirik. Tomat əlavə edirik. Və istiotumuzu biraz bax belə tökəyin ki suyu tomatımız düşsün ora. Və istiot zövqə görə istiot əlavə edirik. Həm acı olsun. Əziz izləyicilər, olsa buna acı biber də qata bilərsiniz. Yəni zövqdən asılıdır. Və blenderimizin ağzını örtüb bunu başlayacağıq xırdalamağa. Əziz izləyicilər, artıq bax belə saldıq. Görsünüz necə gözəl bir sos alındı. İndi deməli bunu qabımıza belə deyim qoyuruq. Deməli əziz izləyicilər, baxın gördüyünüz kimi beləcə sosumuz hazır oldu. Çox dadlı və belə deyim gözəl. Yəni bunu kabab yeməklərinə, kababa batırıb inandırım sizə içində nanə, biber, ondan sonra sarımsaq və tomat olduğundan çox gözəl belə deyərdim dadı var. Yəni kababa xüsusi tam verir. Belə əziz izləyicilər, bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.